Bismillahirrahmanirrahim. Bugün şiirimi Həzrəti Rüqeyyənin dilindən əmisi Həzrəti Abbasa yazmışam, Əbülfəzl Abbasa. Allah bizləri onların yolundan ayrı salmasın inşallah. Həzrəti Abbas, əmican, əmican dodaqlarım quruyub, çöl sıcağı ürəklər dağlayıb, xeymələrdə susuzlar ağlayıb, kömək elə, su gətir, əmican. Elə qalxan oldun sən babama, canım yandı gözümdə bu qana, yetiş havarıma can imdada, həsrət suyu gətirəsən, əmican. Bizi bizdən aldı çöl nüsibət, qanımızı candan döktün, lanət. Hangi dağın hüzünüydü, həsrət, bizə su gətirəsən, əmican. Çox naçar gəzdik qürbət ellərdə, canlar getdi silahsız güllərdə. Ağlamaq da bizə vay qismətsə, bircə yudum su gətir, əmican. Gələ görəydin çöldə halımı, ayaq zincir, ayaq yaralarımı, ələm deyən qalp nidalarımı, imdada yetişəydin, əmican. Şam qariban məni nə bitirdi, dünyadan axirətə ötürdü. Babam başı təsbidə gətirdi, gələ halımı görəydin, əmican. Babam başı təsbidə gətirdi, gələ halımı görəydin, əmican. Sağ olun, var olun.